Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə makrotəkamül bölməsinin izahına baxacağıq. Mikrotəkamül bölməsinin izahı kanalda var. İndi hər ikisini müqayisəli də izah edəcəm. Dedik ki, mikrotəkamül növ səviyyəsində baş verən dəyişkənlikdir. Makrotəkamül isə növdən daha yüksək səviyyədə baş verən təkamül dəyişkənliyidir. Baxaq, növdən yüksək səviyyədə baş verir və tarixən uzun dövr ərzində baş verir və insanlar bunu müşahidə edə bilmirlər. Biz mikrotəkamüldə dedik ki, qısa dövr ərzində baş verir və insan müşahidə edə bilər bunu. Və bunun nəticəsində dedik ki, növdən yüksək kateqoriyalar yaranır. Yəni yeni cinslər, fəsillələr, dəstələr, siniflər, tiplər, aləmlər yaranır. Makrotəkamülü isbat edən dəlillər var. Hansılardır? Müqayisəli anatomiya, embrioloji dəlillər və paleontoloji dəlillər. Hər biri haqqında ayrı-ayrı danışacağıq. Nə deməkdir? Paleontoloji dəlillər. Bunlara aiddir stratigrafik izotoplar, keçid formalar, filogenetik sıralar və qitələrin drefi. Stratigrafik dedikdə nəyi nəzərdə tuturuq? Canlıların hansı qatda yerləşməsini, yəni torpağın hansı qatında yerləşməsi. Biz bu yolla müxtəlif geoloji dövrlərdə yaşayan canlıların qalıqlarının hansı qatda yerləşdiyini görürük. Məsələn, görürük ki, ən üstdə müasir canlılardır, sonra xordallardır, sonra onurğasız canlılardır. Yəni, belə bir ardıcıllıqdan yerləşiblər. Baxın, bu stratigrafik dəlil deməkdir. Sonra gəlir izotoplar. İzotop üsulu ilə çöküntü süxurlarından söhbət gedir. Burada çöküntü süxurlarının yaşını onlarda olan deməli, radioaktiv maddələrin izotopu ilə müəyyən edə bilirik və bu üsulla yer planetinin yaşı müəyyən olunmuşdur. Sonra keçid formalardan danışaq. Hansılardır keçid formalar? Trilobitlər, ixtiostega, katilozavrlar, inostransevia, psilofitlər. Biz burada arxeopteriksin də adını çəkirik. İndi hər biri haqqında danışanda deyəcəm. Trilobitlər hansılardır? Həlqəvi qurdlarla boğumayaqlar arasında keçid formalarıdır. İxtiostega balıqlarla suda quruda yaşayanlar arasında keçid formadır. Katilozavrlar qədim sürünənlərdir. Bunlarda suda quruda yaşayanların əlamətləri var. Inostransevia sürünənlərlə məməlilər arasında keçid formadır. Arxeopteriks, baxın keçid deyil bu da, sürünənlərlə quşların əlamətlərini daşıyır. Psilofitlər isə yosunlarla ali sporlu bitkilər arasında keçid formadır. İndi gəlin hər biri haqqında danışaq. Trilobitlər həlqəvi qurdlarla boğumayaqları birləşdirir. Yəni tiplə tipi birləşdirir. Bədəni boğumayaqlarda olduğu kimi boğumludur. Fərq nədir? Hər boğumunda bir cüt ətrafı var. Sonra deyirəm ixtiostega. Baxın, ixtio balıqların adıdır. Stega isə suda quruda yaşayanlara aiddir. Ümumiyyətlə, bu da iki dənə böyük taksonu birləşdirir. Balıqlarla suda quruda yaşayanları. Bunun balıqlar kimi üzgəci var. Suda quruda yaşayanlar kimi ətraflarında pər var. Bir də sürünənlərin əlamətləri var. Sürünənlər kimi də pulcuqları var. Sonra gəlir inostransevia. Inostransevia sürünənlərlə məməlilər arasında keçid formadır. Kəlləsinin, onurğasının quruluşuna görə bənzəyir məməllərə. Bir də məməllərə oxşayır dişlərinin ixtisaslaşması. Kəsici köpək azı dişlərinə bölünür. Bunda da məməllər kimi. Sonra psilofitlər kimlərdir? Psilofitlər sudan quruya çıxan ilk canlılardır. Bunun üzərində deməli pulcuqlar olub. Yeraltı hissəsi kökümsü olub, rizoidlər vasitəsilə torpağa bərkiyib, yəni kökü əvəz edib rizoidlər. Sonra əlavə olaraq bunda olub ağılcıqlar və deməli toxumalar. Sonra mexaniki örtük ötürücü toxumaları olub. Yeraltı hissəsi dedik kökümsüyə bənzəyib, vəssalam. Sonra danışırıq arxeopteriks haqqında. Buna başqa sözlə dişli quş da deyilir. Şəkildə də görə bilirsiniz bunu. Bu təkrar edirəm, keçid deyil. Sadəcə həm quşların, həm də sürünənlərin əlamətləri var bunda. Quş, belə deyək də, uça bilmir. Amma süzür quş kimi və bunun döş dili yoxdur. Lələkli qanadı var, şəklə baxaq. Baxın, lələkli qanadı var, uça bilmir, döş dili yoxdur çünki. Lələkli qanadı var, quşlara aid olan pəncə lüləsi sümüyü var, çəngəl sümükləri var və
sümüklərinin içərisi boşdur, eyni ilə quşlarda olduğu kimi. Sürünənlərə xas olan xüsusiyyətləri, baxın dedim, dişli quş, dişi var. Dişinin olması da quşların əlaməti deyil təbii ki. Quşlarda diş olmur, sürünənlərin əlamətidir. Quyruqları uzun olur, qarın qabırğaları olur və pəncə sümükləri birləşmiş vəziyyətdə olur. Sonra gəldik, deməli, stratiqrafik dəlillərdən, izotopdan danışdıq. Burada da danışdıq keçid formalardan. İndi də danışıram mən filogenetik sıralardan. Nədir filogenetik sıralar? Tarixi inkişaf sırası deməkdir. Yəni, bəzi heyvanın, bunu təbii ki, arxeoloji qazıntılar nəticəsində müəyyənləşdiriblər və filogenetik sırasını, yəni tarixi inkişaf sırasını düzəldiblər. Məsələn, at əvvəlcə olub Phenacodus, sonra olub Eohippus, Meryhippus, Hipparion, sonra çevrilib müasir ata. Atın filogenetik sırasını kim verib? Kovalyevski. Testlərdə tez-tez görürük. Gəlin görək bu atın əcdadı ilə müasir at arasında fərq necə olur? Phenacodus və müasir at. Əcdadında 5 barmağı olub. Sonra çevrilib olub 1 barmağa. Müasir atın cəmi 1 barmağı var. Əcdadı baxın tülkü boyda olub, amma müasir at hündürdür, uzun ətrafları var. Dişləri qabarıq olub, səbəbini birazdan deyəcəm. Müasir atın dişləri qırışlıdır və bu sırayışla hərəkət edib atın əcdadı Phenacodus, amma müasir at qaçaraq hərəkət edir. Sonra bu nəyə görə baş verib? Təbii seçmə baş verib, ətrafları uzanıb, barmaq sayı azalıb. Nə olub? Bir dənə üçüncü barmaq, məsələn, əlinizdə götürün 5 barmağınıza baxın. Bir dənə üçüncü barmaq, ortadakı barmaq inkişaf edib 2 və 4 rudiment şəklində qalıb. Əvvəlcə ot mənşəli qidalarla qidalanırmış, çevrilib qidası kobud qidaya. Bununla əlaqədar olaraq da dişlərinin quruluşu dəyişib. Qaba dişləri çevrilib qırışlı dişlərə. Bu da qidalanma ilə əlaqədar. Sonra qidələrin dreyfi nədir? Deməli, bu alimlər belə bir fikirdə yürüdürlər ki, qitələr yer dəyişirlər. Məsələn, bunu necə görüblər? Antarktidada məhv olmuş çoxlu kələz qalıqları, iri kərtənkələ qalıqları aşkar edilib və beləliklə də deyiblər ki, vaxtı ilə Antarktidada hava isti olub, sonra yer kürəsində sürüşmələr baş verib, iqlim dəyişib, heyvanlar çəkilib daha çox cənubdan şimala doğru. Bu adlanır qitələrin dreyfi. Sonra gəldik danışaq embrioloji dəlillərdən. Nədir embrioloji dəlillər, nədir embriologiya? Embrion, canlıların embrion, rüşey mərhələsini öyrənir. Embrioloji dəlillərlə müşahidə olunub ki, deməli, bir hüceyrəlilərlə çox hüceyrəlilər, onurğalı heyvanlarla onurğasız heyvanlar və yaxud onurğalıların siniflərində oxşarlıqlar var embrionlarında. Baxın, sürünənlərə, quşlara, məməlilərə, onurğalıların siniflərində, elə deyilmi? Baxın, bunların arasında oxşarlıqlar var rüşey mərhələsində. Embriologiya bunu öyrənir. Bilirik ki, bu elmin də əsası qoyulub Karl Beer tərəfindən, çünki məməlilərin yumurta hüceyrəsini Karl Beer kəşf etmişdir. Və beləliklə dedik ki, bir hüceyrəlilərlə çox hüceyrəlilər, onurğasızlarla onurğalılar arasında oxşarlıqlar var. Bunu insan və heyvan rüşeyinin gəlin oxşarlıqlarına baxaq. Baxın, embrioloji mərhələni biraz tədqiq eləyək. İnsan və heyvanda. İnsanda necə baş verir? Ziqot yaranır, blastomerə çevrilir, sonra blastomerlərə parçalanır, sonra rüşeym əmələ gəlir. Bir aylığında insan rüşeymində heyvanlara bənzər olan 2 kameralı ürək, 3 cüt qəlsəmə qövsü, barmaqları arasında pərdə, kloaka və qovuqcuqlu baş beyin olmuşdur bu balıqlardakı kimi. Bir də quyruq fəqərələri. Bu quyruq fəqərələri biraz da çevrilir bizüm sümüyünə, bir qismi isə reduksiyaya uğrayır, gedir. Sonra bir ayında belə daha çox oxşayır, elə deyilmi? Biraz tip əlamətləri var bunda artıq. Sonra 6 həftəsində insan rüşeymində çoxlu süd vəzləri. Normalda neçəsi olmalıdır? 2-si. Amma hələ rüşeymin 6 həftəsində çoxlu olur. 3-4 aylığında isə insan rüşeymi tüklərlə örtülü olur. Bunların hamısı normaldır, rüşeymin inkişafı dövründə görülür. Bu da təkamülün embrioloji dəlilidir. Sonra nədən danışaq? Buna əsasən Müller və Hegel deməli,
biogenetik qanunu vermişlər. Nədir biogenetik qanun? Biogenetik qanunda deyilir ki, ontogenez filogenezin qısa təkrarıdır. Bunu Müller və Heckel bildirib. Məsələn, bənzərliklərdən gəlin danışaq. Qurbağanın sürfə mərhələsi. Çöncə quyruq. Deyirdik, nəyə bənzəyir? Balığa. Milçəyin sürfəsi nəyə bənzəyir? Qurda. Mamırın cücərtisi, protonema nəyə bənzəyir? Sap şəkilli yosunlara. Qıcının cücərtisi, protal nəyə bənzəyir? Lüfə şəkilli yosunlara. Bax, bu oxşarlıqlar ona görə deyilir, bax bu əcdad əlamətidir də. Yəni qurbağa əcdadının əlamətini daşıyır balığın, milçək əcdadının, qurdun əlamətini, mamır sap şəkilli yosun. Bunu demək istəyir ki, ontogenez, baxın ontogenez filogenezin qısa təkrarıdır. Bu biogenetik qanundur. Müller və Heckel tərəfindən verilib. Heckel ekologiya termininin müəllifidir. Həmçinin təbii yaradılış tarixi kitabı da var. Müller isə ibtidai dəniz heyvanlarının anatomiyası ilə araşdırmışdır. Həşəratlar və çiçəklər haqqında tədqiqatları ilə yadımızda saxlayırıq ki, sistematik kateqoriyalar böyüdükcə oxşarlıq azalır. Yəni növlər bir-birinə daha çox oxşuyur. Nəinki tiplər. Aydındırmı? Növlər arasında oxşarlıq tiplər arasında olduğundan daha çoxdur. Bunu nümunələrlə də aydınlaşdıra bilərsiniz. Onurğalı heyvanlarda inkişaf necə baş verir? Belə deyək də, xorda udlaq qövsləri olur, ətraflar olmur, bir qan dövranı olur, kloakası olur, böyrəklərin quruluşuna görə oxşuyur və biz buradan bu belə deyək, qənaətə gəlirik ki, bu onurğalı heyvanların hamısı eyni mənşədəndir də. Bax, bunu əsasən də Svertsov və Schmalhausen bildiriblər ki, biogenetik qanunu daha da inkişaf etdirərək deyiblər ki, canlılar ontogenezlərində əcdadının yetkin fərdinin yox, embrional mərhələlərinin əlamətlərini təkrar edirlər. Yəni, baxın bu əlamətlərə görə deyirik ki, hər biri embrional mərhələnin əlamətlərini təkrar edir. Yəni, embrional mərhələsində hansı xüsusiyyətlər olubsa, onları təkrar edir. Bu da biogenetik qanunun daha da inkişaf etməsinin formasıdır. Yəni, Müllerlə Heckel deyirlər ki, ontogenez filogenezin qısa təkrarıdır. Amma Svertsov və Schmalhausen deyirlər ki, canlılar ontogenezində yetkin fərdinin yox, embrional mərhələlərinin əlamətlərini təkrar edirlər. Bunun haqqında danışdıq. Baxın, bu oxşarlıqlardan, baxın, insan-heyvan rejiminin oxşarlıqlarına baxa bilərsiniz şəkildə. Sonra gəldik müqayisəli anatomiya dəlillərinə. Hansılardır bunlar? Konvergensiya, divergensiya, homoloji, analoji orqanlar, rudimentlər və atavizmlər. Nədir konvergensiya? Konvergensiya oxşar mühit şəraitində müxtəlif sistematik qrupların, orqanizmlərinin oxşar xüsusiyyətlər qazanması, konvergent özü də yaxınlaşma deməkdir. Və konvergensiya nəticəsində analoji orqanlar yaranır. Hansılardır analoji orqanlar? Mənşələri müxtəlif, funksiyaları isə eyni olan orqanlardır. Məsələn, kəpənəyin qanadı, quşun qanadı. Hər ikisi nəyə xidmət edir? Uçmağa, elə deyil. Funksiya eynidirmi? Amma kəpənəyin qanadı dəri çıxıntısıdır. Quşun qanadı ətraf çıxıntısıdır. Mənşə müxtəlif oldumu? Oldu. Baxın, biz buna deyirik analoji orqan və yaxud köstəbəklə dana dişinin ətrafı, hər ikisinin ön ətrafı qazmağa uyğunlaşıb. Və yaxud, gəlin bu cümləni də açaq, deyir, oxşar mühit şəraitində müxtəlif sistematik qruplarda köpək balıqları, ichtiyozavr, balina hamısı su mühitində oxşar bədən qrupları qazanıblar. Amma hər biri ayrı sinifə aid bu balıqlara, bu sürünənlərə, balina məməlilərə aiddir. Müxtəlif sistematik qruplardır, amma oxşar bir xüsusiyyət qazanıblar. Şəkildə də baxın, kəpənəyin qanadı, quşun qanadı. Hər ikisi uçur, amma quşun qanadı ətraf çıxıntısıdır, kəpənəyin qanadı dəri çıxıntısıdır. Baxın, köstəbək və dana dişi hər ikisinin ön ətrafı qazmağa uyğunlaşıb. Divergensiya nədir? Divergere sözünün mənası ayrılma deməkdir. Deməli, həyat şəraiti dəyişir və nəticədə növün daxilində əlamətlər ayrı-ayrı şaxələrə parçalanır. Divergensiya nəticəsində homoloji orqanlar yaranır. Hansılardır homoloji orqanlar? Mənşəyinə görə eyni,
quruluş və funksiyasına görə fərqli olan orqanlar. Homoloji orqanların mənşəyi eynidir, quruluşu və funksiyası fərqlidir. Gəlin bunun misalını ən rahat bax, insanın qolu ilə yarasanın qanadına baxaq. Hər ikisi ön ətraflıdır, elə deyilmi? Ön ətrafın çıxıntısıdır, belə deyək. Həm insanın qolu, həm yarasanın qanadı, bilirsiniz, yarasa məməlidir. Hər ikisində ön ətrafdır, amma insan uçmur axı. İnsanın qolunun funksiyası fərqlidir, yarasalınki fərqlidir. Yarasa uçmaq üçün istifadə edir. Demək, funksiyası fərqli oldu. Məsələn, kaktusun tikanı, noxudun bığcığı. Hər ikisi yarpaqdan yaranıb. Kaktusun tikanı da yarpaq mənşəlidir. Noxudun bığcığı da. Amma biri tikandır, biri bığcıqdır. Ön ətrafına görə suitinin ətrafı, delfinin ətrafı, deməli, bunların da təbii ki, mənşəyi eyni olacaq. Bir dəqiqə. Aha. Qarpızın bığcığı ilə həmçinin göyəmin də tikanı, hər ikisi gövdə mənşəlidir, funksiyaları müxtəlifdir. Burada yarasa ilə qolu, insan qolunu fərqləndirməniz üçün belə qoymuşam. Rudiment nədir? Rudiment funksiyasını yerinə yetirməyən, yəni qalıq halında qalan orqanlardır. Məsələn, hansı rudimentləri tanıyırıq biz? Kör siçanla köstəbəyin gözləri. Adından göründüyü kimi kör siçan. Kör siçanın gözü funksiyasını yerinə yetirmir, amma qalıq halında qalıb yerində. İlanın ətraf sümükləri, ilan sürünərək, belə deyil, hərəkət edir. Onun sümükləri, ətraf sümükləri yoxdur. Balinanın arxa ətrafı reduksiyaya uğrayıb, amma rudiment halında qalır. Uça bilməyən kivi quşunun qanadı rudimentdir, heç bir funksiya yerinə yetirmir. İnsanda apendiksdir, büzdün sümüyüdür, seyrək tükörtüyüdür, kişilərdə süd vəzidir. Bunların hamısı rudimentdir, yəni bir işə yaramır. Sonra baxın, seyrək tükörtüyü məsələsinə biraz toxunum. Seyrək tükörtüyü, sıx tükörtüyü. Əgər insan sıx tükörtüyü ilə doğularsa, bu atavizmdir. Yəni bunlara da baxın. Uça bilməyən kivinin qanadı, balinanın arxa ətraf qurşaq sümüyünün qalığı burada, ilanın ətraf sümüyünün qalığı burada. Yəni rudiment halında qalıbdır da. Dedim ki, çox tüklülük, bir də seyrək tükörtü. Çox tüklülük əczad əlamətidir, atavizmdir. Nədir atavizm? Bəzən rudimentlər inkişaf edib, əczadlarının əlamətlərini təkrar edirlər. Məsələn, quyruqlu insan doğulur, çox tüklü insan doğulur, çox məməli insan doğulur. Bax, bunlar atavizmdir, əczad əlamətidir. Yəni, bəzən çox tüklü insan doğula bilər. Bu artıq adlanır atavizm. Amma seyrək tükörtü adlanır rudiment. Yəni, biri var ki, seyrək tükörtü ilə, məsələn, hamımızda olan, bu normaldır, sadəcə qalıq halında qalıb. Biri də var ki, sıx tükörtüyü, bu bizdə əczad əlamətdir, əczadlarımızın əlamətidir. Yəni, bu da anormal bir haldır ki, insan sıx tükörtüyü ilə doğulur. İndi gəlin danışaq üzvü aləmin inkişafının əsas istiqamətləri və yollarından. Burada iki istiqamətdən söhbət edirik. Bioloji tərəqqi və bioloji tənəzzüldən. Yollar isə aramorfoz, idioadaptasiya və ümumi degenerasiyadır. Bu verilir Seversuch-Schmalhausen tərəfindən təkamülü tərəqqiyə, tənəzzülə aparan yolu və istiqamətləri bildiriblər bunlar, belə deyək. İki istiqamət, üç yol bildiriblər. Bioloji tərəqqi nədir? Növlərin yüksələn xəttlə inkişafı deməkdir. Bioloji tərəqqi zamanı növlər, yəni adından göründüyü kimi inkişaf edirlər. Burada fərdlərin sayı artır, areal genişlənir, yeni populyasiyalar yaranır. Baxın, bu bioloji tərəqqi deməkdir. Hansı canlılar bioloji tərəqqidədir? Əksər cücülərdir, saf qurdlardır, dovşanlardır, siçovullardır. Bunlar bioloji tərəqqidədirlər. Bioloji tənəzzüldə isə növlər azalır, areal kiçilir və bəzi növlər hətta tənəzzül edirlər. Hansı canlılar bioloji tənəzzüldədir? Fildir, kərkədandır, bizondur, plan kimilərdir. Bunlar belə deyək, reqresdə olan, azalan canlılardır və hətta bioloji tənəzzül nəticəsində bir çox heyvan, bitki qrupları da sıradan çıxır. Aramorfoz nədir? Artıq keçdik yollardan danışmağa. Aramorfoz quruluşu ümumi yüksəlişə aparır, yəni həyat fəaliyyətini artırır. Bu zaman doğum ölümdən çox olur. Aramorfoz zamanı say artır, areal genişlənir, populyasiya artır. Baxın, görürsünüz, artımlardan, doğumdan danışırıq.
genişlənmədən danışırıq və nəticədə tip, şöbə və sinif yaranır. Məsələn, bir neçə aramorfoz deyək. Məsələn, fotosintezin yaranması, cinsi çoxalmanın yaranması. Görün nə qədər böyük şeylər yaranır. Məsələn, quruya çıxma ilə əlaqədar ağciyərlərin yaranması, qan adların, ətrafların yaranması, toxumaların, orqanların sporla çoxalmanın, toxumla çoxalmanın və yaxud da iki qat mayalanmanın meydana çıxması, bunların hamısı aramorfoz sayılır. Bəs nədir idioadaptasiya? İdioadaptasiyada canlılar yaşadıkları mühitə adaptasiya olunurlar, yəni uyğunlaşırlar. Burada da növ sayı artır, areal genişlənir və hətta növ əmələ gəlmə tezləşir. İdioadaptasiya nəticəsində növ, cins, fəsillər yaranır. İdioadaptasiya xəbərdarlıq edici, qoruyucu rəngi, mimikriyanı, maskalanmanı misal göstərmək olar, hansı ki, bundan mikrotəkamüldə ətraflı danışmışam. Baxın, qoruyucu rəngi, maskalanması, mimikriya, xəbərdarlıq edici rəng, bunlar uyğunlaşma formalarıdır. Nədir ümumi degenerasiya? Ümumi degenerasiyada əksinə quruluş sadələşir, orqanlar ya yoxa çıxır, ya da qalıq halında qalır. Baxın qızıl sarmaşıq bitkisinə, indi deyəcəm. Bu baş verir, ümumi degenerasiya daha çox oturaq və ya parazit həyat tərzi ilə əlaqədar baş verir. Məsələn, öküz soliterinin biz zoologiyada keçəndə deyirik ki, həzm sistemi, hərəkəti, duyğu orqanları, sinir sistemi bunların hamısı reduksiyaya uğramışdır. Qızıl sarmaşıq, parazit həyat tərzi ilə əlaqədar, bunda kök, yarpaqlar yoxdur. Deməli, sormazları var, bunun sormaz vasitəsilə bitki qidalanır və baxın, sürətlə çoxalır. Burada da say artımından, sürətlə çoxalmadan söhbət edirəm. Hər 3 yol, baxın, mən bunların hər birində dedim, bax, say artır, dedim, növ sayı artır. Baxın, hətta burada dedim, qızıl sarmaşıq sürətlə çoxalır. Hər 3 yol bioloji tərəqqiyə, artıma aparır. Və bunlardan, bu yollardan ən çox baş verən idioadaptasiya, ən az baş verən isə ümumi degenerasiyadır. Baxın, idioadaptasiya, aramorfoz da gəlir idioadaptasiyaya, degenerasiya da həmçinin son nəticədə idioadaptasiya ilə nəticələnir. Hər birinin, baxın, bu şəkildə düşür testlərə, bunu da yadınızda saxlayın. Bir də mən istəyirəm birəbitənlərdən, viroqlardan danışaq. Bu, deməli, Darwin Galapagos adalarında bunları müşahidə etmişdir. 3 cinsini bildirib, ağac birəbitənləri, yer birəbitənləri və silvilər. Bunlar bir-birindən qidalanmasına, yuva qurmasına görə fərqlənirlər. Yer birəbitənləri, əslində bunu mikrotəkamüldə bilməliydim, eybi yoxdur. Yer birəbitənləri açıq sahədə qidalanırlar, yuvalarını qururlar yerdə. Ağac birəbitənləri qidalanırlar, ağacda yuva qururlar yerdə. Silvilər qidalanmasına görə müxtəlifdir, yuvanı yenə yerdə qururlar. Demək ki, yer birəbitəni açıq sahədə qidalanır, ağac birəbitəni ağacda qidalanır, silvilər müxtəlif cür, amma yuva qurma hamısında yerdədir. Dimdiklərinin quruluşuna görə fərqlənirlər. Bunlar heyvan mənşəlidə qidalanırlar, bitki mənşəlidə. Məsələn, baxaq bir dəqiqə buna. Baxın, parçalayana deyirəm ki, bitki mənşəli qidalananlar parçalayan dimdikləri olur. Tutucu və ovan dimdiyi olur heyvan mənşəli ilə qidalananların. Məsələn, böyük yer birəbitlərinin qalın parçalayan dimdiyi var. Kaktus yer birəbitlərinin dimdiyi tutucudur, dili isə haçalanmışdır. Ağac birəbitlərinin dimdiyi ovandır və kaktus iynəsi vasitəsilə ağaca, belə deyək, istədiyi cücüləri və s. çıxardıb yeyir. Bu qədər makrotəkamülün də izahını tamamladıq. Ümid edirəm ki, sizə faydalı olar. Videonu bəyənməyi, yorum yazmağı, kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.